Bəh, bəh, bəh. Loqom hazır. Yerləşdirin bunu mokapa, göndərim müştəriyə. Baxıram. Bu niyə belə oldu? Niyə belə olmasının səbəbi təbii ki, çap üslubundan asılıdır. Bugünkü mövzumuz monoxromatik loqo. Sizinlə mən Murad Əsədov, qrafik dizayner və Mark Education-da təlimçi. Mark Education-da təcrübəli və peşəkar müəllimlərlə dizayn tədrisi veririk. Sayta daxil olub ətraflı tanış ola bilərsiniz. Hazırki mövcud kurslarımızdan professional qrafik dizayn kursumuz var. Qrafik dizaynda 3D vizualizasiya, Cinema 4D proqramı və əlavə Motion proqramları ilə. Süni intellekt dəstəkli UX UI dizayn kursu və yeni açılacaq unikal loqotip və brend dizaynı 3 müəllimlə bir yerdə 2 aylıq onlayn intensiv. Ətraflı məlumat üçün saytdan müraciət edə bilərsiniz və yaxud da ki, sosial şəbəkələrdən, Instagramdan yaza bilərsiniz. Qayıdaq öz rəngarəng loqomuza. Biz həmişə dəstə tələbələrə deyirik ki, əsas ideyanı rəngin üzərində qurmaq düzgün deyil. Həmişə loqonu ağ-qara versiyada yığmağa çalışırıq. Əgər ağ-qarada güclü görsənirsə, rəng həmin ideyaya biraz da şiddət qatır, biraz da gücləndirir. Ümumiyyətlə qradiyentdən istifadəni də çox məsləhət görmürük, çünki çap prosesində verdiyimiz rənglər tamam fərqli tərzdə çıxa bilərlər. Amma bəzi şirkətlər, bəzi sahələr var ki, o şirkətin dəyərlərini, xidmət çeşidlərini, missiyasını, ümumi brendin tonunu çatdırmaq üçün bəzən qradiyentdən istifadə etmək mütləqdir. Təsəvvür eləyək ki, elə bir кейsdir, elə bir haldır və biz mütləq qradiyentli loqo yığmalıyıq. Yığmışıq, müştəri də bəyənib və bu loqonun monoxrom versiyasını yığacağıq. Ümumiyyətlə, monoxrom versiya bizə niyə görə lazımdır? İki anlayış var, ağ-qara versiya və monoxrom versiya. Ağ-qara versiya nədir? Hardakı rəngdən istifadə edilmir. BP-nin loqosu ağ-qara versiyanı və monoxrom versiyanı göstərmək üçün ideal nümunədir. Bəzən ağ-qara çap eləyəndə bu qəzet və yaxud da ki, kitab ola bilər. Orada fikir verirsinizsə, orijinal rənglərin boz çalarları ilə göstərirlər rəngləri və bəzən də bayaqki nümunəyə müraciət edə bilərik. Kağızın üzərində heç bir rəng yoxdur, sadəcə material var, bir qızılı folqa var. Belə çap ssenariləri üçün bizim monoxrom loqotipə ehtiyacımız olur. Niyə görə monoxrom loqotipə ehtiyacımız olur? Çünki fikir verin, burada ara kəsmələr hamısı ayrılıb. Biz buna məsələn qızılı bir rəng vermək istəsək, görəcəyik ki, bəli, arxa fonun rəngindən asılı olmayaraq verəcəyimiz materialdan, verəcəyimiz rəngdən asılı olmayaraq loqotip öz oxunaqlığını qoruyur. Təbii ki, belə yaşıl fonda yox, onu verə bilərik. Onu verə bilərik tünd kağızın üzərində. Təsəvvür eləyək ki, bu qızılı çapdır. Monoxrom versiya sırf belə ssenarilər üçündür. Figma-nın loqosuna baxsaq, Figma-nın orijinal loqosu başqadır. Ağ-qara versiyasında isə line stildən istifadə edə bilər. Baxdım, maraqlı gəldi ki, niyə bu dairələri sadəcə elə rənglərini dəyişib ağ-qara istifadə eləmək olmaz. Figma-nın loqosunu tez bir imitasiya eləyək. Figma-nın loqosu hazırdır. İndi gəlin yoxlayaq görək. Niyə görə bunu burada xəttlərlə verə bilər? Biz eyni loqonu götürüb rəngini ağ versək, nə olacaq? Baxırıq ki, bəli, rəngli versiyadakı bütün bu dinamika, formaların ayrıca görünməkləri ağ versiya eləyəndə özünü itirir və yaxud da ki, bunu qara eləsək, bəli, sol sağdakı loqolara baxanda görürük ki, ideya itdi. Təbii ki, dizayner ən birinci bunu yoxlayıb, bunu yoxlayandan sonra, bunu ağ eləyəndən sonra qərara gələ bilər ki, yox. Hər halda strokla getmək, line-la getmək daha düzgün olar. İndi keçək öz loqolarımıza. Görək orada nə edirik? Gəldik bizim bu M hərfimizə. Bunun ağ-qara versiyasını yoxlaya bilərik. Ağ-qara versiyasını yoxlamaq üçün gətiririk loqomuzu bura. Təbii ki, söhbət ağ-qaradan gedirsə, gəldik swatch panelinə və buradan seçirik Black and White. Əgər şəffaf qradiyent effekti yaratmaq istəyiriksə, rənglərimizin ikisi də eyni olmalıdır. 2 dənə ağ rəng seçirik. Növbə ikinci rəngimizin opacitysini eləyirik 0. 0 eləyəndən sonra fikir verirsiniz, demək olar ki, istədiyimiz alınıb, amma
orijinal versiyadakı atmosferi effekti vermir. Bunun üçün təbii ki, qradientə müdaxilə edəcəyik. Burada bizdə aşağı tündür, yuxarı açıqdır. Həmin məntiqlə qradientimizi belə çəkəcəyik. Qradiyent çəkəndə də yadımızda qalsın ki, formanın başlanğıcından axırına qədər çəkmirik. Həmişə sahəni biraz geniş götürürük, formanın kənarından kənarına çıxsın. Eyni məntiqlə burada da fikir versiniz, tünd və açıq. G hərfini bastıq, tərsinə, bunu da belə elədik. İkinci versiya. Burada da tündlük düşəcək loqoda qatlanan yerə. Bu da belə keçdi. Burada qaydasındadır. Sadəcə biraz edit etmək lazımdır. Bu oldu bizim loqonun ağ-qara versiyası. Ola bilər ki, sosial media səhifəsində bir qara backgroundda istifadə edəcəyik. Artıq izləyicilərimiz bizim bu axıcı qradiyentli loqomuzdan bir vizual bağ qurublar və biz də həmin bağı itirmək istəmirik. Birdən biz bu loqonu belə xüsusi bir texnika ilə çap edəsi olsaq, bizə artıq loqonun monoxrom versiyası lazım olacaq. Orijinal loqomuzu götürürük, rəngini eləyirik ağ. Nə edəcəyik? Dizayner formanı, simvolu qiymətləndirir onun unikallığı ilə. Biz baxırıq ki, ümumiyyətlə bu simvol nədən ibarətdir? Bir belə ağzı quşa bənzər, bir tərsinə çevrilmiş bir rəqəminə bənzəyən formaya, sonra onun fırlanmaqları, burada da nəsə bir maraqlı, bu da yenə göyərçinin ağzına oxşuyur. Bu nədir? Bu da göyərçinin ağzından aşağı nəsə tökülür. Yəni belə maraqlı, ovallı, yarı ovallı, kəsimli bir formadır. Və biz bu formanı çatdırmaq üçün ən asan yolu Shift X. Strokla filin yerini dəyişmək. Təbii ki, biz bunu belə nazik saxlamayacağıq, çünki loqonu birdən balaca ölçüdə istifadə eləsələr, görün nə boyda görsəndə. Biz bunu strokun dəyişəndən sonra təbii ki, müəyyən etik qaydaların çərçivəsində biz bunu qalınlaşdıracağıq və fikir verin, loqonun ağ-qara versiyası və loqonun monoxrom versiyası, hansını ki, biz buradan Ctrl+C götürüb Photoshopda həmin o bizi biabır eləyən faylın içərisinə atıb, save eləyirik və yoxlayırıq. Bəli, birdən nəsə bir elegant, luxury, super premium tədbirdə çıxış edəsi olsaq, bir hədiyyə verəsi olsaq, bax, loqotipimizin belə versiyasını istifadə edəcəyik. Keçirik yeni simvola, yenə də qradiyent. Qradiyentlə bağlı bizim pulsuz illüstrator dəstlərimiz var. Ekranda, sağda, solda, hardasa görsənəcək, faydalana bilərsiniz. Bu görüntünü necə yaratmışıq? Görüntünü çəkmişik Curvature tool-la. Qalınlıqları necə vermişik? Qalınlıqları vermişik Width tool-la. Hansı hissəni qalın eləmək istəyirsə, nisbətən qalınlaşdırırıq, haranı nazikləşdirmək istəyirsə, nazikləşdiririk və bu eksperimentlərdən sonra yenə də istəyirik ki, loqonun ağ-qara və monoxrom versiyasını çıxardaq. Burada da başqa bir case ilə qarşılaşacağıq. Təsəvvür eləyək ki, müştəri loqonu bəyənib. Təbii ki, biz müştəriyə final loqonu belə strokla verə bilmərik. Çünki birdən kimdəsə burada Scale, Strokes and Effects sönlü olsa və götürüb loqonu böyütsə, fikir verin, bütün ideyamız qaçdı getdi. Ona görə bu bizim özümüzün mətbəxin içində olan faylımızdır. Biz bunu müştəriyə göndərməmişdən qabaq expand eləyəcəyik. Amma expand eləməzdən öncə biz bu loqonun ağ-qara versiyasını yoxlamaq istəyirik. Götürək, loqonu gətirək bu hissəyə. Keçirik qradiyentlərə. Qradiyent pəncərəsində bu dəqiqə görürsünüz ki, heç nə aktiv deyil. Çünki mən qradiyenti stroka vermişəm. Stroku aktivləşdiririk. Stroku aktivləşdiririk və qradiyent pəncərəsində Apply Gradient Along Stroke, yəni bütün strok boyu tətbiq elə funksiyasını yandırmışıq. Biz nə edəcəyik burada? Söhbət ağ-qaradan gedir deyənə, bizim burada bütün rənglərimiz olacaq ağ. Niyə görə filin rəngi dəyişdi, strok getdi? Çünki Eyedropper toolda mən Shift-i basmamışdım. Shift-i basıram, artboarddan ağ rəngi götürürəm. Səni də basıram, ağ rəngi götürürəm. Deyə bilərsiniz ki, hamısını ağ elə, sonra dəyişərsən. Amma ki, mənə burada qradiyentlərin bu yerləşimi, pozisiyası maraqlıdır. Gəldik. Sonra mən bilirəm ki, bir ortada bunun opacitysini eləyəcəm 0. Bir də növbəti, birini buraxıb o birisinin opacitysini eləyəcəm 0. Bunu eləyəndən sonra baxırsan ki, aha, maraqlı görsənir, amma bizim əsas ideyamız nədir? Yaşıl başlayan xətt gəlir
buralarda hiss olunur ki alta keçir, fırlanır və üstündən keçir. Neyəcəyik? Ağ-qara versiyada da biz bunu manual stroka gradient verəndə gradient xətt keşi gəlmir. Ona görə manual biz bunu burada tərpədərək yoxlayacağıq. Neyinirik? Bunu bunu 30-durduq bura. Çox gözəl. Sonra səni bunu ola bilər hətta bu gördüyünüz var ha, yaxınlaşdırım. Bunu ola bilər. 0 yox, 50% eləyəcəm. Bəli. Əsas ideyamı gördünüz, loqom verdi. Bu oldu mənim loqomun ağ-qara versiyası. Keçirik loqonun monoxrom versiyasını hazırlamağa. Strokunu eləyirik ağ. Object və expand appearance. Stroku çevirdik, elədik fill. Bundan sonra baxırsan, bəli, olar, amma ki əsas ideya itib. Bu yaşıl formanın qırmızının altına keçmək. Yəni bu 3D-lik effekti itib. Onu neyə bilərik? Burada forma üst-üstə çıxanda məndə maraqlı bir kəsim yaranıb. Bunun kopyasını çıxardıram. Shape Builder tool'la quyruğun kəsib çıxardıram. Quyruğu kəsib çıxardandan sonra mənə buradakı bu paralellik lazımdır. Quyruğu kəsib çıxardıram. Ctrl-Y bunu gəlib hardasa bu paraleli tutandan sonra təxmini çəkdim. Burada təbii ki griddən söz gedə bilməz. Çünki formanın özü orqanik bir formadır deyənə burada çəkəcəyimiz bütün negativ boşluqlar, kontur formalar hamısı vizual harmoniya hissimizdən, gözümüzdəki tərəzidən asılıdır. Gəldik neyniyək? Bunu seçirik. İkisini də seçirik, bunu da seçirik. Shift M və ortada yaranan boşluğu alt klik eləyib silirik və salam. Köməkçi E-ni silək. Alındı bizdə ideal, baxın, ideal, həmin o kəsimi, həmin o alta keçməyi göstərən bir dənə də monoxrom versiya. Əgər yuxarını da kəsib çıxartmaq istəsək, məsləhət görmürəm. Çünki əlavə bir detal da əmələ gələcək və loqonun sadəliyinə xələl gələcək. Test eləmək üçün bunu da Ctrl-C götürüb bura ata bilərik. Pixels böyütdük, altdakı layeri söndürdük. Həmən ideyanı verir. Logo və branding haqqında daha çox belə məlumatlar istəyirsinizsə videonu bəyənin, kanala abunə olun. Gələn dərslərdə görüşək.